Araz ətinin keyfiyyəti bilirsiniz hardan gəlir? Araza gətirilən ətlər siz müştərilərə təhlükəsiz şəkildə çatdırılana qədər uzun bir yol qət edir. Kəsimdən öncə hər bir heyvan mütləq baytar yoxlanışından keçirilir və yalnız sağlam heyvanların kəsilməsinə icazə verilir. Daha sonra heyvanlar gigiyenik şəraitdə qida təhlükəsizliyi tələblərinə və İslami qaydalara uyğun kəsilir. Kəsimdən dərhal sonra ətlərdən nümunələr götürülür və laborator analizlərdən keçirilir. Analiz nəticəsi müsbət çıxan ətlər soyuq zəncir pozulmadan Araz Logistika Mərkəzindəki ət emalı məntəqəsinə göndərilir. Bura gətirilən ətlərin keyfiyyəti, sənədləri və çəkiləri bir daha yoxlanılır. Daha sonra onlar satış üçün mağazalara ötürülür. Bunları gördükdən sonra artıq heç şübhə etmədən ətinizi Arazdan ala bilərsiniz. Könlünüz rahat olsun.